Benim de bir yalandan böyle çizme kalem var. Ben isterdim ki Allah böyleleri bizim başımızdan destek eləməsin. İslam işinin adına bir gazel diyeyim. Ben bunu iki yerde demişim. Bu da olsun üzüntü. Deyir olmasın dəhride heç bir nəfər evlad atasız. Olmasın dəhride heç bir nəfər evlad atasız. Olmarıq bir can aləmdə inan şad atasız. Atadır qəlbə fərəh, arxa dayaq evladə. Ata tək kim olacaqdır bizə imdad atasız. Ataya sağlığında hörmət elə, qədrini bil. Fayda yox, qəbrinin üstə elə fəryad atasız. Ata üzünə bizə hörmət eləyirlər çox var. Ata getsə bizə çoxlar olacaq yad atasız. Atasız ev nəyə lazım? Necə abad olsa gözə bərbad görünər, olsa da abad atasız. Ata ilə yola sallıq həyatın ləzzətini, almarıq biz bu cahandan daxı bir dad atasız. Həyat Məşəd Babaya üçün əbədi zindan olar, olmaram mən bu cahanda daxı azad atasız. Mən də bilirdim ki, yeri var bir ataları almışlayək. Mən elə bilirəm ki, atalardan sonra analardan deməsək, olar bizdən inciyə. Qoy bir də anadan da deyim. Yəni ki, o da bir gün gülbarıdır. Deyirsən, sən aləmdə mənim şöhrət şanım anacan. Məni sən yaşadan cismidə canım anacan. Yatmayıb sübhə qədər sən mənə laylay demişsən. Nəfəsinlə isinib nəbzidə qanım anacan. Tanrıdan sonra mənim can verənim sən olmusan. Həmi Allah, həm sən yaradanım anacan. Öz canımdan mənə sən süt verərək bəsləmisən. Sənə ağ olsam əgər, odları yanım anacan. Dolanıb başıma sən çəkmisən hər zəhmətimi. Otur indi başına mən də dolanım anacan. Ən müqəddəs, ən əzizsən Məşəd Baba üçün. Sən aləmdə mənim nur cahanım